Deməli, salam əziz və hörmətli izləyicilərimiz, hörmətli vətəndaşlarımız, hörmətli xalqımız. Hər birinizə bugünkü gün sabahınız xeyirli olsun deyirəm və işiniz uğurlu olsun deyirəm öncədən. Və bildirmək istəyirəm ki, mən hal-hazırda Yevlax rayonu Aran 2 qəsəbəsində gördüyünüz bax bura bağçadır. Uşaq evidir, bağçadır. Yəni uşaqlar burada qidalanır. Bura valideynlər evlatlarını gətirib qoyur. Burada hal-hazırda təmir gedir. Sağ olsun, var olsun aidiyyəti qurumlar buranı təmir eləyirlər, yeniləyirlər. Və birazdan burada balaca körpələrimiz burada yaşayacaqdır. Yəni səhər gün çıxandan akşam gün batana qədər burada qidalanacaqlar, yaşayacaqlar, tərbiyələnəcəklər. Və bildirmək istəyirəm ki, çəkilişdə məqsədim odur ki, gördüyünüz bura həmi el yoludur. Cəmaət gedir, gəlir. Bax belə ağzı bu tərəfə. Bu gördüyünüz keçmiş orta məktəb olub. Buranı hal-hazırda it yuvası, üzr istəyirəm, olubdur. Tamamilə it yuvası olubdur. Burada hətta bu kölgəliyə qoyunca gətirib dolduranlar olur. Heyvan buraxanlar olur. Bura it yuvası. Bax görürsünüz zibillik. Buranı çox bərbad vəziyyətində. Yəni bura baxan yoxdur. Bax görürsünüz. Göstərirəm, görün. Buranı eləyiblər zibilxana. Həmin zibilxanadır. Keçmiş orta məktəb olub. Xahiş edirəm bütün aidiyyəti qurumlardan kimlər nə tədbir görə bilirsə, bu məktəbi demirəm ki, itirsinlər, neynəsinlər, yerini ləğv eləsinlər, yerində nəsə bir obyekt mi yaradılsın, dövlətə məxsus olan bir iş yeri mi yaradılsın, nə bilim bir, necə deyirlər, bir parka mı çevrilsin. Çünki bura it yuvası olub, zibillik olub, ondan sonra hər yer gərgin vəziyyətdədir. Birazdan burada evlatlarımız böyüyəcək. Bax, burada gördüyünüz bu bağçada. Buradan çıxan uşaqlarımız hamısı gəlib burada tərbiyə alan uşaqlarımızı burada it də tuta bilər. Zibillikdən mikrov qapa bilərlər. Çox gərgin vəziyyətdir. Çox həddindən artıq gərgin vəziyyətdir. Gələcəkdə bizim körpələrimiz burada necə nəfəs ala biləcək, necə yaşayacaqlar. Hətta yaxınlıqda yaşayış evləri var. Zibilin iyindən otura bilmirlər burada, nəfəs ala bilmirlər. Bax, gələcəkdə də görürsünüz, bu bağçamız birazdan fəaliyyətə veriləcək bir neçə müddətə, yarım aya, bir aya bilmirəm. Yəni bizim körpələrimiz üçün, evlatlarımız üçün bura təhlükəlidir. Mən bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının aidiyyəti qurumlarından bura ixtiyarı çatan şəxslərdən xahiş edirəm ki, bu haqda bir tədbir görülsün və xahiş edirəm ki, bizim müraciətimizi nəzərə alasınız. Hörmətlə Könüllü Nəzarət İctimai Birlik Mərkəzi Aran Regional Yevlax Təşkilatının üzvü Məhəbbət Bayramı. Bir daha hər birinizə öz minnətdarımı və öz təşəkkürümü bildirirəm. Var olasınız. Sizlərdən xəbər gözləyirik. Var olasınız.